Bugün isə Arayik Harutyunyan və digərlərinin cinayət işi üzrə məhkəmə prosesi keçirilir. Proses Bakı məhkəmə kompleksində yerləşən Bakı Hərbi Məhkəməsində baş tutur. Daha ətraflı məlumatları isə bizimlə birbaşa bağlantı olan əməkdaşımız Südabə Cahangirli çatdıracaq. Südabə, buyurun, efirdəsiz, söz sizdə. Hər vaxtınız xeyirli olsun. Bəli, Azərbaycana və xalqımıza qarşı çoxsaylı cinayətlər törətməkdə təqsirləndirilən Arayik Harutyunyan, Bako Sakyan, Arkadiy Qukasyan və digərlərin barəsində açılmış cinayət işi üzrə Bakı məhkəmə kompleksinin yeni inzibati binasında hərbi məhkəmənin hakimi Zeynal Ağayevin sədrliyi ilə məhkəmə prosesi başlayıb. Artıq bir neçə gündür məhkəmə prosesi başlayıb və 2 iclasdır ki, məhkəmə prosesində məhkəmə istintaqı aparılır və dövlət ittihamçıları İttihamın nəticəvi hissəsi üzrə ittihamı elan edirlər. İttiham haqqında qeyd olunur ki, Ermənistan dövləti və onun silahlı qüvvələrinin birbaşa iştirakı ilə, onların maddi-texniki dəstəyi ilə Azərbaycana qarşı hərbi təcavüzkar müharibə aparmaqdan ötürü cinayətkar dəstə yaradılıb. Bu günləri məhkəmə qarşısında əyləşən 15 nəfər də həmin o cinayətkar dəstənin birbaşa iştirakçıları və üzvləri fəaliyyətində iştirak edən şəxslər olublar. İttiham haqqında qeyd olunur ki, mən bir neçə rəqəmi tamaşaçıların diqqətinə çatdırmaq istəyirəm. Yəni bunun özü də göstərilir ki, Azərbaycana qarşı 30 il ərzində hansı böyük cinayət əməlləri törədilib. Və dövlət ittihamçısı da məhkəmə prosesində qeyd etdi ki, bu məhkəmə prosesi ilk növbədə ədalətin bərqərar olması deməkdir məhkəmə prosesində. Ermənistanın təcavüzkar müharibəsi nəticəsində Azərbaycanın 925 yaşayış məntəqəsi işğal olunub. O cümlədən 12 şəhər, 18 qəsəbə. Və bu qəsəbələrdən, bu yaşayış məntəqələrindən Azərbaycanlıların deportasiyası zamanı, onların qovulması, məcburi köç edilməsi zamanı evləri talan olunub. 37.168 əmlak üzrə Azərbaycanın dövlət və şəxsi əmlakına 20 milyarda yaxın ziyan vurulub. Eyni zamanda Azərbaycanın 600 mədəni və tarixi abidəsi məhv edilib, bilərəkdən dağıdılıb və nəticədə Azərbaycana 1 milyarda yaxın ziyan dəyib. Yəni bunlar sadəcə kiçik rəqəmlərdir cinayət işində. Hansı ki, burada o qədər çox saylı faktlar var və onların hər biri məhkəmə prosesində Azərbaycanın maddi sərvətinin talan olunması, Azərbaycanın termal sularının istismar olunması, mədənlərinin istismar olunması və külli miqdarda Azərbaycana dəyən ziyan. Və bundan əlavə isə Azərbaycan xalqına mənəvi vurulan ziyanın isə miqyası yoxdur, yəni ölçüsü yoxdur. Çox saylı cinayət faktları. Bütün bunlar hamısı ittiham haqqında dövlət ittihamçıları səsləndirirlər, hamısı sübutlara, faktlara əsaslanır. Qeyd edim ki, məhkəmə prosesi açıq keçirilir, təqsirləndirilənin hər birinin müdafiəçi ilə təmin olunub, eyni zamanda onların başa düşə bildikləri dildə tərcüməçilərlə təmin olunublar. Bu cinayət işi üzrə yarım milyona yaxın zərər çəkən var. O zərər çəkənlərin də hər biri müdafiəçilərlə təmin olunublar. Biz açıq keçən məhkəmə prosesində olan proseslə bağlı mütəmadi olaraq tamaşaçılara məlumatlar ötürürük və təbii ki, bugünkü keçən açıq məhkəmə prosesindən də bizim reportajımız olacaq deyərək sözü yenidən mərkəzə, studiya ötürürük.